Dostlar, hər birinizə salam. Bu gün sizə maraqlı bir avtomobillə gəlmişəm. Avtomobil Amerikada D sinifində satış üzrə ikinci yerdə olan bir avtomobildir. Avtomobilimiz Honda Accord 10-cu nəsil. Dostlar, avtomobil bir neçə fərqli komplektasiyada gəlir. Bu avtomobilin ən full komplektasiyasının adı Touring'dir. Lakin bizdə Touring deyil, biraz daha sadə komplektasiyadır. Amma sadə olmasına baxmayaraq bu avtomobilin bir çox maraqlı özəllikləri var. Gəlin bu özəlliklərlə daha yaxından tanış olaq. Dostlar, bayaq qeyd elədiyim kimi bizim avtomobil tam full komplektasiyada deyil. Lakin buna baxmayaraq avtomobildə tam full LED optika təchiz olunub. Daha sonra avtomobildə Honda'ların öz stilində olan radiator barmaqlığıdır. Bu Civic'lərdə, Accord'larda, yəni bir çoxunda eyni dizaynda Honda'nın belə deyək öz imzası olan, xüsusi bir dizaynda olan radiator barmaqlığı var. Həm də bu avtomobil sadə komplektasiya olduğuna baxmayaraq burada çox maraqlı özəlliklər var, hansı ki bir çox brendlərdə, bir çox brendlərin avtomobillərində belə bir funksiyalar yoxdur. Misal üçün, burada adaptiv cruise kontrol var. Yəni ki, burada sizə kömək eləyən avtopilot var. Yəni sadəcə qazı sənin yerə bassın deyil. Burada avtomobillərlə ara məsafəsini saxlayan, zolaqları izləyən bir avtopilot var. Hansı ki, bax burada olan, bir də bu tərəfdə olan sensorla çalışır. Daha sonra avtomobilin kənarlarına baxaq. Deməli, bu tərəfdə avtomobildə 19-luq disk təkərlər gəlir. Bu arada sadə komplektasiyada bu disklər gəlmir. Biraz daha fərqli disklər gəlir, daha balaca disklərdir. Bu disklər ən full komplektasiyanın diskləridir. Yəni Touring modelinin diskləridir. Avtomobil yiyəsi öz zövqünə görə bunları bəyənib və avtomobilə quraşdırıb. Daha sonra full komplektasiyalarda bundan fərqli olaraq burada keyless go olur. Keyless go burada düymə ilə yox, sensorla olur. Kör nöqtələr olur. Burada kör nöqtələri yoxdur. Və avtomobilin arxa tərəfindən danışsaq, avtomobilin arxası. Deməli, avtomobilin arxasında S hərfi dizaynında olan stoplarımız var. Bu hissədə Accord yazımız. Bir də ki, full komplektasiyalarda səs boğucuları daha belə aqressiv və xüsusi çərçivə iləndir. Amma burada onlar görsənməsə də əslində bu ferin altında gizlənən 2 dənə böyük səs boğucumuz var. Ona baxmayaraq ki, avtomobilin motoru 1.5 litrdir. Burada yenə də 2 dənə səs boğucu gəlir. Normalda digər brendlərdə daha böyük motorlarında belə bir şeylər olur. Burada balaca motor olsa da burada 2 dənə səs boğucudur. O da ona görədir ki, bu avtomobilin at gücü də çoxdur. Bunu sizlə motor hissəsində daha ətraflı danışacağıq. Avtomobilin bagajı 473 litr həcmindədir və deyim sizə ki, həqiqətən çox böyük bir bagajdır. Yəni bir çox avtomobillərə baxanda bu qədər geniş bagaj çoxdan da görməmişəm. Həmçinin bu yer sizə kifayət eləməsə, burada düymə var. Bu düyməni biz üstümüzə dartdığımızda oturacaqlar qatlanır və bagaj hissəmiz daha da böyük olur ki, daha iri əşyalarınızı yerləşdirə biləsiniz. Bir də mənfi cəhətlərindən deyim, bagaj çox geniş olsa da bir məsələ var. Yəni bunu biz adətən daha ekonom avtomobillərdə görmüşük ki, belə şeylərə qənaət eləyirlər. Lakin bu sinifdə bunu gözləməzdim. Bagajı bağlamaq üçün burada ruçka yoxdur. Biraz yer var, çıxıntı eləyiblər, amma yenə də bagajı bağlamaq istəsəz, çünki bu kifayət qədər böyük bagajdır. Biraz yəni belə bir əllə bunu bağlamaq olur. Məcbursan 2 əllə bunu belə bağlayasan və hava yağışlı olanda, maşın tozlu, palçıqlı olanda artıq əlləriniz batacaq.
Gəlin mühərriki sizə göstərmək üçün kapotu açım. Avtomobilin kapotu həm biraz ağırdır, həm də bunun tutacağı çox qəribə yerdədir. Yəni normalda burada olmur avtomobillərdə, amma özü biraz çox narahat düzəldə bilər, bilmədim. Hə. Bax belə bir şeydir. İnternetdə görmüşəm, bunun üçün amortizatorlarda satılır. Yəni sonradan bunu quraşdırmaq olar. Yerləri var, amortizator yerləri. Bax burada belə yerlər var ki, onları quraşdırasınız sonradan. Yəni kimsə əgər belə əziyyət çəkməsi düzdür, kapotun altına o qədər də tez-tez girməyəcəksiniz. Niyə? Çünki bu Yapon avtomobilidir. Bu o qədər də tez xarab olmur. Bu avtomobillərdə bir neçə mühərriklə rastlaşacaqsınız. 1.5 turbo, 2, bir də ki hibrid motorları olur bunların. Bizim avtomobilin mühərriki 1.5 turbodur. Bu mühərrikin at gücü 192-dir, torku isə 260 Nm-dir. Düşünürəm ki, bir balaca burada Honda şirkəti, düzdür, bir çox Yapon avtomobillərdə bunu görmüşük, amma yenə də burada krışkası olsaydı mühərrikin biraz daha yaxşı olardı, səliqəli görsənərdi. Çünki belə biraz səliqəsiz görsənir, bir növ bu köhnə Mercedeslərin dizel motorlarına oxşayır, yəni belə çoxlu kabel sistemləri falan. Burada da düşünürəm keçək avtomobilin interyeri haqqında danışaq ki, avtomobilin salonu da kifayət qədər maraqlıdır. Avtomobilin salonu. Salon kifayət qədər böyük, geniş, rahat bir salondur. Ön tərəfdə, bir də qapılarda mebelə oxşar işləmələr var. Tünd mat rəngdə mebel, əslində elə mebeldir, hə, mebeldir. Tünd mat rəngdə çox gözəldir, yəni köhnə dizaynlı deyil də, biraz müasir dizaynlı işləmələrdir. Və sükanımız çoxlu knopkalarlandır, belə deyək. Knopkalar da burada həm multimediyanı idarə eləmək üçündür, həm də cruise kontrolü, yəni avtopilotu istifadə eləmək üçündür. Daha sonra sürətlər qutusu. Sürətlər qutusu avtomat. Burada variator sürət qutusudur. Həmçinin bu avtomobilin demək olar ki, bütün motorlarında siz mexanikada görə bilərsiniz. Honda şirkəti elə bir ki, bütün istəklərə uyğun bir avtomobil düzəldir. Belə deyək, yəni mexanika istəyirsən, mexanika da var. Daha sonra elektron əyləc, hold düyməsi var ki, avtomobil probkalarda özü dayansın. Ekonom rejim var burada. Bir də start-stopla da avtomobil. 2 zonalı klimat kontrol var burada. 2 zonalı klimat kontrol, yəni ki, həm sürücü, həm pasajir üçün klimatı ayrı tənzimləmək olar. Yəni temperaturlarını. Avtomobilin oturacaqları deməli koja olmasa da kifayət qədər çox yaxşı materialdan hazırlanıb. Parçadır, amma biraz fərqli bir parçadır. Uzaqdan hətta baxanda elə bilirsən ki, kojadır, yəni dəridir. Və kənar hissələri biraz səni bu tərəflərdən tutur ki, sən reski pavorotlara girəndə aşmayasan. Biraz digər sideni oturacaqlardan fərqli olaraq bəzən olur da sürüşürsən. Burada sürüşməyəcəksən, çünki biraz sport tipli oturacaqlardır. Eynək qabı var və işığımız var. Günlükdə işıq var. Bir çox avtomobillərdə son vaxtlar qoymurlar. Burada var. Sarı işıqlar olsa da var. İstəsəz sonra ağ işıqlara dəyişə bilərsiniz. Qol altı bölməmiz kifayət qədər böyükdür. Kifayət qədər böyükdür. Bəzi avtomobillərdə qabağa dala gedir. Burada getmir, amma düşünürəm ki, heç ehtiyac yoxdur. Stəkan qabları, burada 2 dənə stəkan qabı var və böyükdür, rahatdır. İstənilən ölçüdə həm stəkan, həm də butulkalarımız yerləşəcək. Daha sonra sadə komplektasiyanın Touringlə, yəni full komplektasiya ilə fərqi nədir? Bu dəri sükan olacaq, wireless charging olacaq, oturacaqların isidilməsi sadə komplektasiyada olmur, orta və ən üst komplektasiyada olur. Daha sonra yalnız üst komplektasiyada olan oturacaqların ventilyasiyası kimi bir özəlliyi var və qalır bir dənə fərq. Fərq ondadır ki, sadə komplektasiyalarda lük yoxdur. Olan komplektasiyalarda isə lük avtomatik olacaq. Yəni düyməni bir dəfə basırsan, özü açılır. Avtomobilin salonu haqqında demək olar ki, hər şeyi danışmışıq. Bircə qalıb arxa tərəfi, bir də xırda detallar, misal üçün. Güzgümüz kifayət qədər böyükdür və olmazsa olmaz Azərbaycanda demək olar hamıda buradan təsbih asılmalıdır. Yəni bu olmalıdır. Bir də avtomobilin yiyəsi öz zövcünə uyğun olaraq burada balaca
oyuncaqlar da qoyub ki, qəşəng görsənsin. Təklif edirəm ki, keçək avtomobilin arxa tərəfinə də baxaq. Burada onu sizə qeyd edeyim ki, mən kifayət qədər rahat hal-hazırda əyləşmişəm. Çox yaxın deyiləm və düzdür, sükan biraz qabaqdadır. Bunu dala çəkmək olar. Burada xüsusi yer var. Dala qabağa vermək olar. Misal üçün avtomobil yiyəsi bunu çox qabağa vermişdi. Biraz arxaya da vermək olar. Onda lap rahat olacaqsa, amma biraz yaşına yaxşıdır. Yaxşıdır belə. Qaytaraq əvvəlki vəziyyətinə. Keçək arxa tərəfinə də baxaq. Gördüyünüz kimi avtomobil, heç bunu bağlamayım, biraz işıqlı olsun. Gördüyünüz kimi avtomobilin arxa tərəfi kifayət qədər çox böyükdür. Yəni özünü həqiqətən də biznes sedanda hiss eləyirsən. Çünki burada rahat ayaqlarını belə uzada bilərsən. Rahat. Və uzun yol çıxmağa çox rahat bir avtomobildir düşünürəm. Düzdür, hələ sürməmişik. Amma ilk təəssürat olaraq hələ ki çox geniş və rahat hiss olunur. Çatışmayan şeylərdən. Misal üçün, burada düzdür, xüsusi cib var, nəsə qoymaq üçün, əşyalar qoymaq üçün. Amma USB yoxdur. Arxa sərnişinlərin burada telefonları şarja qoymağı biraz narahat olacaq. Bu hissədə ikinci cibimiz yoxdur. Ancaq bu tərəfdədir cib. Digər hissələr. Kənardan baxanda elə bilirsiniz ki, burada qol qoyanımız yoxdur. Çünki çox içəridədir və burada xüsusi belə dartmaq üçün belə deyək, yeri yoxdur. Amma var və çox böyükdür. Yenə də burada 2 dənə stəkan qabımız var. Ona görə arxa sərnişinlərimiz arxa tərəfdə özünü çox rahat hiss eləyəcək. Boy olaraq da mənim boyum 1.72 santıdır və patoloqa qədər gördüyünüz kimi biraz da hələ məsafə var. İstəsən biraz da belə rahat otura bilərsən. Yəni boyu hündür olan adamlar rahatlıqla burada yerləşəcək. Sıxıntı falan olmayacaq. Uzun səfərlərə getmək üçün yaxşı maşındır. Dostlar, keçək avtomobilin sürüş testinə. Ona görə birinci kəmərimizi taxaq. Çünki həmişə dediyimiz kimi öncə təhlükəsizlik. Özdə avtomobil yiyəsi öz zövcünə uyğun olaraq kəmərləri qırmızı eləyib ki, daha qəşəng görsənsin. Bugün də hava həm günəşlidir, həm də külək var, ona görə adam bilmir necə geyinsin, çıxsın çölə. Dostlar, avtomobilin indi sizə ümumiyyətlə yol tutuşundan tutmuş, dinamikası, performansı haqqında məlumat verəcəm. İndi biz biraz podyumdayıq, belə deyim. Biraz düz yola çıxım, sizə həm performans haqqında deyim. Artıq bu avtomobili idarə elədiyimdə hiss eləyə bilirəm ki, askı sistemi çox yumuşaqdır. Çox yaxşıdır. Adaptiv askı sistemidir. Yəni rejimlərə görə, sürüş rejimlərinə görə bərkliyi dəyişir. Bir də dostlar, burada bayaq qeyd eləmişdim ki, ekonom rejim var. Ekonom rejimdə avtomobil motorun 2 silindrini söndürür ki, benzin sərfiyyatı daha aşağı olsun. Benzin sərfiyyatı demişkən, burada benzin sərfiyyatı nə çoxdur, nə də azdır. Benzin sərfiyyatı burada 7 litrdir. 7 litr benzin sərf eləyir avtomobil. Elə burada bir dənə düz... Yox, burada biraz yoxlaya bilməyəcəyik sürətlənməyi. Həm də sıfırdan 100-ə yoxlamayacaq şəhər daxilində olduğumuz üçün. Həm də avtomobilin yiyəsi arxadadır. Alınmayacaq. Amma hal-hazırda mən ekonom rejimdə idim deyəsənə. Yox, indi ekonomdur. Çox yumuşaq. Səs-küy minimumdur, azdır yəni. Lap səs-küylük səviyyəsi o qədər də super deyil, amma kifayət qədər sakitdir. Elə burada da biraz sürətlənməyi yoxlayır dinamikası. Yaxşı sürətlənir. İndi 1.5 motordur. 1.5-ə görə çox qəşəngdir, yaxşıdır. Ekonom rejimdə biraz daha zəif sürətlənəcək. Elə bu küçədən dönək.
Ekonom rejim hiss olunur biraz daha zayıf olduğu. Ya da elə qoşaq. Hə. Amma yəni çox böyük bir fərq deyil əslində. Yəni bəlkə də həqiqətən hə ekonom eləyir, amma performansda deyim ki, çox itirirsiniz, yox. O qədər də çox itirmirsiniz. Bir də ki, bizdə adaptiv sistemlər qoşuludur hal-hazırda deyə. Misal üçün, avtomobil qabağımızda qəflətən tormozladı. Avtomobil siqnal verdi. Düzdür, tormoz vermədi. Biz onu yəqin ki, qoşmamışıq. Hal-hazırda funksiya. Çox yaxınlaşanda. Hə, qoşuludur, lakin lap çox yaxınlaşanda artıq özü tormozlayacaq. Bir də burada avtomobil yəsi mənə bir funksiyanı danışdı ki, çox maraqlı bir özəllik var. Özəllik odur ki, misal üçün, əgər sürdüyünüz zaman bir çox səhvlər eləyirsinizsə, misal üçün, xəttdən çıxırsınızsa və bu kimi səhvlər eləyirsinizsə yolda, avtomobil burada elektron cihazlar panelində sizə bildiriş çıxardacaq ki, misal üçün, bəlkə istirahət eləyəsən, kofe içəsən ki, görür ki, artıq yorulmusan. Yəni, avtomobil elə başa düşür ki, yorulmusan, ona görə zolaqdan kənara çıxırsan tez-tez. Maraqlı bir özəllikdir, yaxşıdır ki, əgər uzun yol gəlirsinizsə, rayondan misal üçün, yorulmusunuz, amma deyirsiniz ki, yox, gedəcəm. Avtomobil yenə də sənə xatırlatma eləyəcək ki, yox, gedə bilməyəcəksən. Həqiqətən avtomobilin komfortu kifayət qədər yaxşıdır. Burada hal-hazırda misal üçün biraz isti oldu, klimatı boşaq. Bir də maraqlı bir özəllik odur ki, temperaturu dəyişəndə klimatda, misal üçün bu joystiki siz fırladanda temperatura uyğun olaraq işıqlandırmanın rəngi dəyişir. Soyuq olanda yaşıl yanır, göy yanır, isti temperatura qoyanda qırmızı olur. Bir də gördüyünüz ambiyanslar, hansı ki burada qapılarda və öndə var, bu avtomobildə özündə gəlmir. Avtomobilin yəsi öz zövcünə uyğun olaraq, istədiyinə uyğun olaraq yığdırıb, döşən qalınıb, səliqəli yığıb. Həm interyera uyğun olaraq. Bəlkə də maraqlı bir tərəfi odur ki, avtomobilin elektron cihazlar paneli tam elektron deyil. Yarı elektron, yarı analoqdur. Yəni bir tərəfi, yalnız sol tərəfi elektrondur, sağ tərəfi isə analoqdur. Avtomobilin multimediyası haqqında danışsaq, deməli, multimedia ekranı hardasa düşünürəm 7 inçdir, hə. 7 inçdir. Burada telefon Bluetooth-la qoşa bilərsiniz. Standart, yəni funksiyalar hamısı var. Bircə dənə full komplektasiyada gələn multimediyadan fərqi odur ki, burada CarPlay yoxdur. CarPlay bir dənə yoxdur. Yəni menüsü biraz fərqlidir, belə deyək. Android Auto'da CarPlay olmayacaq. Səs sistemindən danışsaq isə ən full komplektasiya, bir də XL komplektasiyalarda 10 dənə dinamik və bir dənə də subwoofer gəlir. Avtomobil elə bir avtomobildir ki, yəni bunu bilmək olmaz da, cavan oğlan sürür, yoxsa orta yaşlı bir biznesmen. Çünki avtomobil görünüş cəhətdən həm aqressiv görünüşü var, həm də biraz biznes görünüşü var bunda. Yəni biznes klass avtomobilin görünüşü var. Siz necə bu Camry Light kimi deyə bilərik. Misal üçün Camry'dən funksional baxımdan kifayət qədər də, yəni heç də geridə qalmır. Amma qiymət cəhətdən daha münasibdir. Misal üçün Camry almaq istəyirsiniz, amma Camry'yə imkanınız çatmırsa, bu avtomobili onun tam olaraq analogu ola bilər. Yəni misal üçün Camry almağın səbəb, misal üçün bunu almayıb Camry almağın səbəbi görəsən nə olar fikirləşirəm. Bircə dənə Camry'nin biraz populyarlığı daha çoxdur. Funksional baxımdan belə də böyük fərq yoxdur funksionalında. Bəlkə də indi motordur, sürətlənməsidir falan, ona görə hə, ola bilər. Misal üçün Camry 3-5 alsaz, otomobillə başqa bir söhbət ola bilər. Amma misal üçün hibrid versiyaları və yaxud aşağı motorlarda olan versiyalardansa daha münasib model bu ola bilər ki, həm salon dizaynı, həm xarici dizaynı kifayət qədər də qəşəngdir.
Camry'dən də o qədər də geridə qalmır. Dostlar, avtomobil haqqında rəyimi eşitmək istəsəz, avtomobil haqqında rəyim kifayət qədər müsbətdir. Çünki avtomobil komfortludur, rahatdır, dinamikası, performansı, həm də yol tutması çox yaxşıdır. Mənfi cəhətləri bəli var. Heç bir komplektasiyada 4 çəkən yoxdur. Nəsə xarab olarsa, yalnız orijinalla əvəz olunmalıdır. Avtomobil Kitay və ya Tayvan hissələri xoşlamır. Digər mənfi cəhətlərini deyə bilmərəm. Yəni, çatışmayan şeylər, misal üçün deyirsiniz ki, head-up display yoxdur və yaxud da ki, wireless charging yoxdur. Bunlar hamısı full komplektasiyada var. Yəni, onları istəyən adam full komplektasiyaya baxa bilər. Daha sonra avtomobil ümumi isə deyə bilərəm ki, qiymətinə görə Camry'nin əvəz eləyən bir avtomobildir. Yəni, əgər Camry almağa imkanınız çatmırsa, bu avtomobil sizə tam olaraq Camry'ni əvəz eləyəcək bir avtomobil olacaq. Düzdür, xarici görünüşündən biraz fərqlidir, təbii ki. Yəni, başqa bir avtomobildir. Amma öz necə deyərlər, biznes klassını, sinifini bildirən bir avtomobildir. Həmçinin keyfiyyət baxımından da Camry'dən heç də geridə qalmır. Yəni, Yapon avtomobilləri həmişə öz keyfiyyəti ilə fərqlənib. Bugünkü videomuzdan bu qədər. Kanalımıza abunə olmağı, videomuzu like etməyi, TikTok və Instagram səhifəmizə abunə olmağı unutmayın. Təşəkkür edirik. Sağ olun.